Ay cavanlar, məhəbbət üzərində ailə qurmuyor. O romantik kinolara, seriallara baxıb elə belə o eşqdən, aşqdan danışmıyor. Məhəbbət məvəddətə çevrilsin. Məvəddətin kökündə bir rasionallıq da yansın. Bəzi sevgilər elə belədir, 2-3 illikdir. Gözün biri məşhur olur, amma düşər, məsələn, bəzi vaxtlar bəzi insanlar haya köy düşər. O elə belə bir şeydir. O adam özü də qorxur, ay Allah qocalaram, zəifləyərəm, hər şeyin qüdrətim əldən gedər. Çünki bilir ki, onun qurduğu o iş kökü yoxdur. Yəni, gözəlliyi sevmək üçün özü məcbur eləmək lazımdır. Zaten qəlbin gözəlliyi sevir, gözəlliyin arxasındadır, o gözəlliyin eşqindədir. Bu zahiri görkəm, sırf maddi maraqlar, burada yaranan o məhəbbət, insan qovuşan kimi həmən eşq dəfn olur. Qəlb təfəkkürünə əsasən, bir aşiq məşuqunu tapan kimi, vüsal olan kimi eşqə dəfn olur. Qovuşdun, eşq bitdi, öldü. İslam deyir, yox, qovuşdun, hər şey başladı. Çünki bizdə olan eşqin kökündə mərifət var. Bizdə olan eşq məvəddətdir. Söykənib əqlaniyyətə, ağla. Sırf zahir deyil, batindir. Yəni, bu mənadakı mənəvi dəyərlər var orada, mənəvi gözəlliklər var orada və bura söykənib məsələ. Ona görə çox dəyərlidir. Ona görə Əzza Allahımız da ailə münasibətlərinə baxın, deyir, وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً Ailədə gəlib məvəddət olsun. Sırf ay cavanlar, məhəbbət üzərində ailə qurmuyor. O romantik kinolara, seriallara baxıb elə belə o eşqdən, aşqdan danışmıyor. Elə belə o eşqdən, aşqdan danışmıyor. Məhəbbət məvəddətə çevrilsin. Məvəddətin kökündə bir rasionallıq da yansın. Gedin, elə bir mövzuları araşdırın ki, niyə sevirsiniz onu? Hansı dəyərlərə malikdir? Niyə ona aşıq olmuşsunuz? Batini məsələlər varmı orada? Mənəvi dəyərlər varmı orada? Fəzilətlər varmı orada? Batini gözəlliyi varmı orada? Yoxsa sırf zahirdir. Sırf zahirdirsə, hələ qəlb təfəkkürüdür. Qovuşanda bitəcək. Zamanı çox qısadır. O eşq dəfn olacaq. Bastıracaq o eşqi. Uzağı bir övladdan sonra, 2 övladdan sonra dəfn edəcək, torpağın altına geləcək. Çünki məhəbbətdir, məvəddət deyil.